Sabahınız xeyirli olsun. Bəli, bir zamanlar Azərbaycanın suveren ərazilərində qondarma rejim yaradaraq orada müxtəlif dırnaqarası vəzifələr tutub ölkəmizə və xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törədən Arkadi Qukasyan, Bako Sakyan, David Babayan, David İşxanyan və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi bugün də davam edir. Bir neçə dəqiqədən sonra Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə növbəti baxış iclası keçiriləcək. Hazırki mərhələdə məhkəmənin növbəti baxış iclasında sübutlar, faktlar, iş üzrə keçən çoxsaylı sənədlər tədqiq olunur, araşdırılır, fotomateriallar, video materiallar məhkəmə prosesində nümayiş etdirilir. Hansı ki, həmin sənədlərin, fotomaterialların, video materialların böyük əksəriyyətini elə həmin vaxtda cinayət hadisələri törədilən zaman Ermənistanın erməni jurnalistlər özləri şəkillər, lentə alıblar və paylaşıblar da. Həmin məhkəmə prosesində, açıq keçən məhkəmə prosesində bununla bağlı təqsirləndirilən şəxslər dövlət ittihamçılarının çoxsaylı suallarını cavablandırırlar və bununla bağlı etiraf edirlər həmin cinayət hadisələrini. Hazırki mərhələdə həm də Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi bu son 10 il ərzində terror hadisələri ilə bağlı araşdırmalar aparılır. Xüsusilə də 2016-cı ildə tarixi aprel döyüşləri kimi düşən hadisələr zamanı Azərbaycanın mülki vətəndaşlarının hədəfə götürülməsi faktları üzrə araşdırmalar aparılır. Göründüyü kimi bugünkü iclasda da çoxsaylı zərər çəkənlər iştirak edirlər. Onlar həm zərər çəkmiş qismində məhkəmə prosesində əyləşirlər, həm də ifadə verirlər. Həmçinin bir neçə dəqiqə bundan əvvəl təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı da məhkəmə binasına gətirildi. Onların vəkilləri də hal-hazırda buradadılar və eyni zamanda onlara rus və erməni dilində tərcümə çağırılıb. Proses açıq keçirilir. Biz ilk gündən olaraq ilk hazırlıq iclasından məhkəmənin prosesini izləyirik və bununla bağlı tamaşaçılara mütəmadi şəkildə geniş məlumatlar çatdırırıq. Bugünkü iclasla da bağlı xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiyaya ötürürük.